Amerika Oftalmoloqlar Akademiyasının üzvü, tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq Nərminə Hacıyeva katarakta, glaukoma, çəpgözlük, keratokonus, ekzimer lazer ilə eynəkdən azad olma əməliyyatlarını, göz dibi xəstəliklərini və görmə sinirinin atrofiyası müalicəsini uğurla icra edir. Doktor Nərminə Hacıyeva Amerika, Hindistan, Rusiya, Türkiyədə daxil olmaqla dünyanın müxtəlif ölkələrində oftalmologiya ixtisası üzrə təlimlər keçib. Beynəlxalq konferanslarda öz məruzələri və araşdırmalarını təqdim etmişdir. Nərminə Hacıyeva uzun illərdir ki, sizin gözlərinizin sağlamlığının qayğısını çəkir. Tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq Nərminə Hacıyeva studiyamızın həkim qonağıdır. Akademik Zərfə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Hat Medicine klinikasına müraciətlər qəbul olunur. Fəaliyyətini hər iki klinikada davam etdirir. Xoş gördük sizi. Xoş gördük, çox sağ olun. Bu və ya digər səbəblə, deyək ki, billur fokuslana bilmirsən. Mən bəzən deyirəm ki, oftalmoloq həkimləri məsləhəti, hətta nəzəri biliklərimiz üzərindən danışmış olanda, çox işləyəndə, kompüterə baxıb, kitab oxumaq və s. daima harasa bir diqqət varsa, ara sıra dincəlmək üçün elə həkimlərin də verdiyi məsləhət uzaq məsafəyə baxmaqdır. Amma bunun əksi cavabı gəlir ki, mən uzaq məsafəni görmürəm. Bu problemlə əziyyət çəkənlərin sayı artımı da var oftalmoloji müayinə sırasında. Nə deyə bilərik? Bu problemlər çoxalıb. Bilirsiniz, pasiyentlər çox xoşdur bu sualı. Həkim, mən tor görürəm, nədəndir? Mən həmişə bunu deyirəm, nədəndir? Hər gün biz bu sualı eşidirik. Yəni, nədəndir? Əlbəttə ki, yoxlamaq lazımdır. Nədəndir? Çünki ola bilər sadəcə bir fokus problemidir və eynəklərə sadəcə ehtiyac var və yaxud da hansısa ciddi xəstəliyin bir nəticəsidir, simptomudur və hər bir halda mütləq müayinə lazımdır və bildiyiniz kimi göz müayinələr ancaq aparatlar ilə olur. Yəni, sadəcə tək gözə baxmaq ilə gözümə bax, gözümdə nə var? Heç nə demək olmur. Çünki mikroskop lazımdır, refraktometr lazımdır, tonometr, yəni bir neçə rutin aparatlardan lazımdır. Adi aparatlardan, hansılar ki, müayinə zamanı mütləq istifadə olunmalıdır. Ondan sonra biz deyirik, başqa aparatlara ehtiyac var, yəni daha dərindən yoxlamağa, yoxsa yoxdur. Yəni, sözüm odur ki, müayinə lazımdır. Müayinə sırasında dəqiq diaqnoz qoymaq və diaqnoza əsasən, əlbəttə ki, daha sonra dəqiq müalicəni tətbiq etmək. Siz dediyiniz hal daha çox, yəni fokus problemləri ilə əlaqəli olur, daha çox miyopiya ilə rastlaşırıq. Miyopiya, yəni gözün fokusun problemidir. Nəyə görə yaranır? Genetikdir, irsidir. Həkim, bəs mənim uşağım normal görürdü, indi niyə zəif gördü? Çünki elə olur, anadan gəlmə olmur. Amma sizdə, gende faktor, yəni o gen var ki, sizin gözünüz normadan daha çox böyüyəcək. Yəni biz anadan olanda bizim gözümüz balacadır, miyopiya yoxdur. Elə olur, anadan gəlmə də olur. Amma daha sonra artır, yəni illər artır. Üzümüz böyür, gözümüz böyür və gözümüzün ön arxası normadan daha çox uzanır. Yəni göz bu şəkildə uzanır, normadan çox uzanır. Əlbəttə ki, uzananda artıq optik şüalar buynuz qişadan, billurdan keçəndə torlu qişada cəmləşməlidir bir nöqtə şəklində. Nöqtə aydın fokus deməkdir ki, biz aydın görək. Amma göz uzundur deyə artıq o qişaya çatmır. Pasiyent dor görür. Nə qədər uzun, nə qədər çox uzundursa göz, bir o qədər miyopiyanın dərəcəsi artacaq. Hər bir halda fokus problemidirsə, başqa xəstəlikdirsə, mütləq vaxtında müraciət şərtdir. Yəni, vaxtında siz müraciət etsəniz, uşaqlarınızı vaxtında gətirsəniz, biz elə edəcəyik ki, miyopiyanın artımı olsa belə az dərəcədə olsun. Bilirsiniz, bəzilər başa düşmür, deyir, həkim, mən getmişəm həkimə. Mənə deyib ki, mənə eynək yazıb, amma heç bir fərqi yoxdur, heç bir nəticəsi yoxdur. Yəni, uşağım eynəksiz görmür. Yəni, aydınlaşdırmaq lazımdır, başa salmaq lazımdır. Eynəksiz artıq görməyəcək. Çünki artıq göz bu formadadır. Və siz bunu heç vaxt kiçildə bilməzsiniz. Əgər miyopiya -5-dirsə, heç vaxt -4,5-a düşməz. O mümkün deyil. Yəni, məqsəd nədir? Təsviri göz dibinə çatdırmaqdır. Bəli. Görməyəndə göz görmür, inkişafdan qalır, tənbəllik yaranır. Yəni, sinirlərin arasında əlaqələr gərək yaransın ki, göz görsün. Sinirlərin arasında əlaqələr yaranmır, göz inkişafdan qalır, tənbəllik yaranır. Buna ambliopiya deyilir. Bizim məqsədimiz nədir? Eynək taxsın, dəqiq eynək. Əvvəllər, məsələn, belə fikirlər var idi ki, miyopiyanın, həqiqi miyopiyanın dərəcəsindən daha az dərəcəli eynək taxmalıdır. Elə deyil. Tam dərəcəsində olan eynəyi taxmalıdır ki, göz fokus normal düşsün. Torlu qişəyə görəndə uşaq görəcəyi gözlər güc altında işləməyəcəyi hər bir yeri, hər bir məsafəni aydın şəkildə görəcək və bu da miyopiyanın artmasına
yəni müsbət təsir göstərəcək. Daha sonra, yəni birinci növbədə əlbəttə ki, eynək. Daha sonra, yəni burada ekranda gördüyünüz kimi xüsusi fizioterapevtik müalicələr var. Onlar çox yaxşı, çox gözəl effekt verir. Nəyə görə? Nə edirlər? Çünki burada var ambliotrener, yəni cürbəcür aparatlar var. Artıq uşaqlıqdan bu problemin qarşısını alırsınız. Bəli, amma 5 yaşdan sonra olan uşaqlarda, çünki 5 yaşa qədər onlar normal otura bilmir. Doktor, axı inkişaf davam eləyəcək. İnkişaf davam edəcək. Ona görə valideynlər yəni daimi müayinələrə gətirib, heç olmasa ən uzağı 6 aydan bir gətirməlidir, eynəklərini dəyişdirməlidir və bu aparat müalicələrindən keçməlidir. Ən uzağı 6 aydan bir, əgər yəni ciddidirsə problem, elə pasientlər var, hər 3-4 aydan bir gəlirlər. Bu aparatlar nə edirlər? Yəni uşaq ora baxanda göz əzələlərin spazmı götürülür. Siz dediniz ki, yaxına baxanda artır miyopiya. Niyə artır? Çünki biz yaxına baxanda biz akkomodasiya edirik, fokus edirik, fokuslanırıq. Bizdə spazm olur. Bu uşaqlarda spazm olur. Spazm miyopiyanın daha da çox artmasına səbəb olur. Bu aparatlar 10 günlük kurs, 10 seans bütün spazmı götürür, aradan qaldırır, əzəllər tam boşalır və beləliklə miyopiyanın yəni artması dayanmasa da heç olmasa sürətini alırıq. Yəni pasientlər həqiqətən kim ki evdə oturur, gəlmir, bir ildən sonra gəldi, sürətlə məsələn -4 idi, oldu -5, -6. Yəni bir ilə əgər -1 dioptriya artırsa və ondan artıq artırsa, artıq anormal artımdır. Təsəvvürünüzə gətirin, məsələn 5 yaşında uşaqda -5-dir. İndi hər ilə -1 artsa, 10 yaşında artıq -10 olacaq. Yəni biz bunun qabağını almalıyıq. Hər ilə -1 artsa, yüksək nömrələrə gəlib çıxacaq. Biz elə eləyə bilərik ki, 0,25 artsın, 0,5 artsın, 2 dəfə, 3 dəfə, 4 dəfə azaldırıq sürətini ki, yüksək nömrələrə gedib çıxmasın. Bu insanın böyüməsi normal bir hal deyil. Normaldır. Böyüdükcə də gözün böyüməsi normal deyil. Bəli, normaldır. O normaya bağlı bu dediyiniz miyopiyanın əmələ gəlməsi. Miyopiyanın yaranması artıq anormaldır və artması da anormaldır. Biz artmasının qarşısını, sürətli artmasının qarşısını ala bilərik. Yəni bu artıq anormaldır ki, miyopiyanın. Bu artıq genetik belədir. Yəni məsələn, boy normadan çox hündür oldu. Göz də elə, normadan çox-çox uzandı. Çünki çox yaxına baxmamaq mümkün deyil. Biz o həkimlərə aid deyilik ki, deyək ki, oxumasın, məktəbə vermə, dərs eləməsin. Elə şey mümkün deyil. Onda savaddan, yəni savad da vacibdir. Heç vaxt deməmişəm valideynlərə ki, uşaq kitabını əlinə almasın. Elə şey mümkün deyil. Qarşısı alına bilməyəcək. Yəni böyüməni doldura bilmədiyimizə görə dediyiniz problem də böyüməyə bağlı ortaya çıxır. Bəli, bəli. Eləcə də sadəcə faydalı məsləhət və profilaktik tədbirlər. Bəli, yəni oxumalıdır. Mən həmişə deyirəm, oxuyun, dərs, hamısı olsun. Sadəcə var, eynək taxmaq, fizioterapevtik müalicələr etmək. Axı bilirik ki, yəni göz idmanları nəyə görə edirik? Uzağa bax. Biraz dincəlsin uşaq. O da vacibdir. Yəni 20 dəqiqə baxırsansa, 20 saniyə ərzində 20 metr uzaq məsafəyə baxmalıdır ki, bir balaca əzəllər dincəlsin. Bu aparatlar əzəllərin dincəlməsinə səbəb olur. Daha güclü effekt verir. Ona görə 4 aydan, 5 aydan, 6 aydan bir etmək çox-çox məsləhətdir. Bundan əlavə dərman müalicələri də var, atropin müalicələri. Yəni ki, haçan ki görürük, pasient gəldi, yəni aparatlardan keçdi, amma yenə də ona baxmayaraq sürətlə artdı, yəni 1 ilə 1 dioptriya artdı, onda artıq dərman müalicələrinə keçirik. Yəni hər bir halda bu problemi həll etmək mümkündür. Əksinə, onu demək istəyirəm ki, mümkündür. Nəyə görə biz sürətin qarşısını alırıq? Çünki dediyim kimi, yüksək nömrələrə yəni qalxanda, birincisi gözün özünə də ziyandır. Yəni göz böyüyür, həcmi çox böyük olur, qişalar dartılır, nazikləşir. Bildiyiniz kimi miyopiya olan pasientlərdə qişalar dartılanda torlu qişanın arxa hissəsində, ekvator hissəsində çatlar əmələ gəlir. Çatlar cürbəcür olur. Lattice degeneration, iblis izləri ya da ki yəni deşiklər kimi çatlar olur. Ona görə bir dəfə ömürdə mütləq yoxlanılmalıdır uşaq 15 yaşına çatanda və 15 yaşından sonra lupa salıb ətraflı bir 10 dəqiqəlik müayinədir. Göz dibinin mərkəzi yox, mərkəzinə yəni hər müayinədə baxırıq, amma arxası lupa ilə 15 yaşından sonra daha çox baxılmalıdır ki, o zəif yerlər, çatlar orada var, yoxsa yoxdur. 80% uşaqlarda olur, yəni daha çox olur, nəinki olmur. Ona görə bu müayinə vacibdir. Məsələn, deyirik, miyopiya fokus problemidir, yoxsa xəstəlikdir.
Yəni əslində əgər dərəcəsi azdırsa və normada artırsa 0,25, 0,5 artır, normaldır. Sadəcə fokus problemidir, xəstəlik deyil. Amma əgər çox artırsa, hədsiz çox artırsa, demək ki, xəstəlik halını yəni alır, xəstəlik kimi qiymətləndirilir və burada artıq aparat, dərman müalicəsi və s. lazımdır. Çatlar əmələ gəlir. Çatlar gələcəkdə bəzi valideynlər soruşur, həkim gözü kör olmayacaq ki. Körluğa gətirib çıxarda bilər yalnız çatlar. Çünki çox böyüdü, çat əmələ gəldi, nəsə ağır şey qaldırdı. Elə olur heç nədən, yəni qadınlarda doğuş zamanı ola bilər, hansısa zərbədən sonra ola bilər. Olub, pasiyentlər gedib futbol oynayıb, oğlanlar top dəyib gözünə, torluqca dərhal qopub. Mənim gözümə top dəysə, yəqin ki, qopmayacaq, amma orada zəif yerlər var idi, bilməyib, vaxtında lazer ilə bağlanmayıb, yəni onun da həll yolu var. Sadəcə yoxlamaq lazımdır, yoxlayın. Əgər zəif yerlər varsa, başqa argon lazerin vasitəsilə harası bir 10-15 dəqiqə çəkir, ağrısızdır. Onlar bərkidilir. Deməli, bərkidiləndən sonra, yəni onlar ömürlük bərkidilir və gələcəkdə artıq siz riskdən çıxırsınız ki, yəni burada, bu gözdə, gələcəkdə hansısa gücün altında burada torlu qişan qopması ola bilər. Yəni, bu gözlərdə körluğa yalnız bu ola bilər. Torlu qişan qopması bilirsiniz, yəni yaxşı bir hal deyil. Deyil, çünki onun əməliyyatı da ağırdır, 3 saat narkozun altında. Yəni, bunların hamısının qarşısını ala bilirik. Yəni, miyopiyanın artması çat bir tərəfdən. Mexanizm çox maraqlıdır. Yəni, böyüyür, böyüdükcə problem yaradır, çatmır şüa, təsvir dibə yox, tam ön hissədə fokuslanır. Yəni, bunu siz müayinə sırasında görürsünüz. Uşağa böyümə deyə bilmərik, gözə böyümə deyə bilmərik. Yəni, çox maraqlı bir mexanizm gedir orada bu terapiyalar, dəstəkləyici, erkən mərhələdə aşkarlanması. Mən ona görə deyəm, məlumatlandırmaq lazımdır ki, miyopiya varsa heç yerə getməyəcək, itməyəcək, azalmayacaq. Eynəksiz görmürsə, gələn il ondan da zəif görəcək eynəksiz. Niyə? Çünki dərəcəsi çoxalacaq, çoxalanda görmə eynəksiz azalacaq. Amma bu qorxulu deyil. Əsas odur ki, eynəkdə uşaq 100% görsün. Niyə 100% görsün? Çünki miyopiya artanda ambliopiya tənbəllik yaranır və bu uşaqlar heç eynəkdə də görmürlər. 18 yaşına çatanda, yəni bu uşaqlar artıq 18 yaşa qədər kontrolun altındadırlar. 6 aydan bir ən uzağa gəlirlər, gedirlər, ən azından eynəkləri dəyişdirməlidirlər. Və siz sürətini azaldanda, miyopiyanın dərəcəsi çox yüksək nömrələrə gedib çıxmayanda sadəcə eksimir lazerlə uşağı 18 yaşından sonra eynəkdən azad edə bilərsiniz. Çünki eksimir lazerin gücü daha yüksək miyopları silə bilmir, yəni daha yüksək miyopları ləğv edə bilmir. Niyə? Çünki eksimir lazer nədir? Buynuz qişanı yonur və miyopiyanın dərəcəsi nə qədər çoxdursa, bir o qədər çox yonacaq. Yəni onu çox yonmaq olmaz, çünki əməliyyatdan sonra, lazerdən sonra buynuz qişanın qalınlığı kifayət qədər olmalıdır ki, o möhkəm, stabil ömür boyu olsun. Ona görə siz bu sözləri eşidəcəksiniz ki, sizin uşağınız eksimir lazerə, yəni eksimir lazerə uyğun deyil. Bəli, istəsəniz, bugün bir xanım 24 yaşında xanım yaxınlaşıb, atası ilə, əmisi ilə -20 bir göz. O birisi göz tam normal. Taxmayıb ki, o zaman eynək yox, linzalar taxılmalıdır. Yaxşı göz qapanmalıdır ki, burada görmə artsın. Eləməyib, amma yəni eynəksiz 3% görür, eynəkdə 6% görür, həmin göz çəpləşir. Çünki görmür. Əslində çəplik şikayətləri ilə gəlib. 20 yaşında? 24. 24. Əslində çəplik şikayətləri ilə gəlib. Çünki görmədiyi heç kim bilmir, amma çəplik artıq üzə çarpır və biz toy olur, nişan olur, yəni hamı görür ki, gözündə bir qüsur var. Ona görə birinci növbədə burada çəplik əməliyyatı üçün görməni bərpa etmək lazımdır. Çünki görmürsə, yenə də əməliyyatdan sonra çəpləşmə risklər çoxalır. Belə halda biz həmişə xoşlayırıq, görməni düzəldək, daha sonra çəplik əməliyyat edək. Amma göz lazerə uyğun deyil. -20-dir, lazer silə bilmir onu. Artıq gözüçü lenslərə gedəcəklər bu uşaqlar. Gözüçü lenslər də çox gözəl effekt verir, amma fərq nədədir? Yəni, eksimir lazer çox tez bir zamanda, 10 dəqiqə ərzində
çox rahat, təhlükəsiz bir əməliyyat növüdür və ən əsas odur ki, maddi cəhətdən də daha yaxşıdır. Amma gözləyici lenslər biraz sifarişlə gəlir, biraz daha uzun vaxt lazımdır, onu gözləyirik və yəni maddiyyat tərəfdə daha da bahalıdır. Ona görə mən həmişə deyirəm, vaxtında gətirin, miyopiya artmasın, miyopiya olmasın, astigmatizm olsun, gipermetropiya olsun, o uşaqlara da eyni sözlər aiddir. Vaxtında gətirin, uşaqların gözlərini eynəklərdə 100%-ə çatdırın. Çünki uşağın gözü əgər eynəkdə 100% görürsə, deməli siz uşağın gözünüzü tam müalicə etmişsiniz. Narahat olmayın, sadəcə qalıb ki, miyopiyanın artmasının, sürətli artmasının qarşısını Gözünüz alarsınız. çəplik olmasa da miyopiyanın əlamətidir, çəplik. O sırada, Əlbəttə ki. Xüsusilə də valideynlər indi izləyir bizi. İndi 20 yaşın üzərini keçdik. Fərqindədir problemin. Bunu qüsur kimi görüb gəlirsə də yenə şükür eləyirəm ki, ən azından qüsur kimi görür. Amma az yaşlı uşaqları qoruyaq, valideynlərə səslənək. Uşaqda hansı əlamətlər o miyopiyanı göstərir? Biz dərhal tədbir görək. Miyopiyanın ən birinci simptom uzağa baxanda uşaq gözünü qıyır. Uşaqlarınız diqqət yetirin. Qıyırsa Uşaq gözünü qıyır. Sonra? Daha sonra miyopiyan dərəcəsi azdırsa, onlar bilməyəcəklər, heç nə hiss eləməyəcəklər. Artıq mənfi 3-4 hiss eləyəcəklər. Çünki uşaq uzağa baxanda, yəni miyopiyan çox tez aşkar etmək mümkündür. Gipermetropiyadan, astigmatizmdan fərqli olaraq. Miyopiya ilə yəni tez, yəni həm də uşaq elə olur ki, deyir görmürəm, valideyn deyir yəqin yalan danışır. Yəni elə bir şey yoxdur. Əgər uşaq deyirsə görmürəm, mütləq uşağa müayinə gətirmək lazımdır. İlhamə xanım heç bir şikayət olmasa da gətirmək lazımdır. Mütləq profilaktik. Çünki yəni profilaktik gözü bir dəfə yoxlamaq lazımdır. Çünki elə olur bir göz 100% görür. Amma o birisi gözdə mənfi 10. Bu qızı niyə görə gətirməmişlər? Çünki bir göz 100% görür. Hər şey görür. Ya yaxşı görür də uşağım. Amma o birisi gözdə mənfi 20. 20 deyil idi, daha az idi. Gəlsəydi, mənfi 20-yə rəqəm çatmazdı. Gələrlər sadəcə eksimer lazerlə problem həll olunardı. Amma indi gedir gözləyici lens və s. yəni problemlər çoxalır. Hər bir insanın görməsi var, amma necə görürük? Hər kəs eyni keyfiyyətdə mi görür? Xeyr. Rəng seçimi doğrudurmu? Bax, bunu ayırt edəcək kəs həkimdir o da müayinələr sırasında. Baxırsan ki, hamı ətrafa baxır, hər bir şeyi gördüyümüz kimi görürük. Amma onu o aydın şəkildə hər birimiz görürükmü? Deyil. Deyil, uşaqlar da eyni ilə. O qədər döyülən uşaqlar var ki bugün, təhsil ala bilmir deyə, oxumur. Axtarırsınız kimə oxşayır? Bu kimin genini daşıyır, kimin genini daşıyacaq? Sənin və atasının, anasının və s. Gen, düz deyil, irsi, meyli və s. hər bir xəstəlikdə həkim tərəfindən nəzərə alınmalıdır, amma uşaq döyülməməlidir. Çünki uşaq görmür, görmədiyini dərk eləyə bilmir, öyrənə bilmir. Bu da geri salır onu təhsildən və nə olur, evə gələndə valideynin danlağını yeyir, təzyiqinə məruz qalır və uşaq həyatını məhv etmiş olur istəməyərəkdən. Çünki dilə gətirə bilmir ki, ay ana, burada nəsə yazılıb, mən bunu görə bilmirəm, oxuya bilmirəm. Uşaqları profilaktik müayinələrə aparmaq lazım. İlhamə xanım, onlar heç elə olur da şikayətlənmirlər uşaqlar. Çünki o elə bilir ki, elə də norması odur. O heç şikayətlənmir də, sadəcə oxumur. Valideyn də heç fərqində də varmır ki, demək ki, burada görmə problemi var. Çəplik həmçinin. Elə olur çəplik, periodik çəplik. Göz düzdür, amma arada bir çəpləşir. İndi təsəvvürünüzə gətirin, biz iki gözlə baxırıq, bir görülür, birləşmə qabiliyyəti gedir. Bir göz çəpləşdir, nə olur? O beyin onu söndürür, bir gözlə baxır. Uşaq tam fikrindən yayınır. Uşaq heç anlamır da nələr baş verir. Çünki xarici çəplik, məsələn, daxili çəplik dərhal bilinir. Amma xarici çəplik periodik olur, onun xüsusiyyəti budur. Ara bir gedir, gəlir. Valideynlər bəzilər deyir, gözü çəp deyil, axır, axma var, gözlərin baxışları belədir. Yəni, bu həqiqətən məktəbdə oxuyanda necə də uşağı dərsdən yayındırır, amma uşaq heç başa düşmür, anlamır, söhbət nədən gedir, niyə belə olur. Yəni, ona görə periodik də çəpliklər az dərəcədə, çox dərəcədə mütləq müayinəyə gətirməlisiniz. Çünki vaxtında hər şeyin, bütün problemlərin həlli yolu var. Yəni, qara suda elə. Birdən keçdik qara suya. Niyə? Çünki miyopiya olan pasiyentlər, onlar risk qrupudur, hansılarda ki, qara su yarana bilər. Onlarda, yəni bildiyiniz kimi, qara su glaukoma, yəni gözdə qan dövranının pozulması nəticəsində əmələ gəlir və göz böyükdür, artıq bu problemlər yaranır.
Daha sonra miyopiya olan pasientlərdə göz diblərində də problem olur. Yəni göz dibi elə o qədər zəif, o qədər yəni distrofik olur ki, göz dibində miyopik xorioretinitlər yaranır və pasientin görməsi çox kəskin şəkildə azalır. Ona görə yəni bu həddə gətirib çıxartmamaq üçün əlbəttə ki, mütləq vaxtında müraciət etmək lazımdır. Bu estetik qüsur kimi görünür, razıyam. Həqiqətən də estetik qüsur kimi görünür. Amma o gözlərin çəpliyinə baxın və beynin çəkdiyi əziyyəti düşünün. Fikrimi çatdıra bilirəm də yəqin ki, tamaşaçılara. Həkimin dediyi kimi göz görmür, beyin görür və bu uşağın o çəp vəziyyətdə olan foto şəklinə bir dənə fokuslanın, o beynin çəkdiyi əziyyəti hiss eləyəcəksiniz. Yəni burada artıq estetik qüsur yox, beyni düzəltmək lazım, beyində olan təsviri yaratmaq lazımdır. Bu sağlamlıqdır, bu estetik əməliyyat deyil. Bunu kompleks eləməyin. Siz kompleksə saldıqca uşağı eynək taxmayan valideynlər hələ də var. Doktor, yəqin ki, qarşılaşırsınız. Bilirsiniz, elə olur nadir hallarda ana göz yaşı tökür ki, indi uşağım eynək taxacaq. Mənim şükür eləyin ki, bu problemi eynək ilə həll etmək mümkündür. O ana ağlasın ki, gözündə hansısa sağalmayan, çarəsiz bir xəstəlik var. Yəni, belə də olur. Allah kömək olsun. Və siz dediyiniz kimi, bu uşaqlar hansı göz çəpdir, o göz sönmüş vəziyyətdədir, beyin o gözü ümumiyyətlə qəbul eləmir, oradan beyinə informasiya getmir, tənbəllik yaranır. Əsas beyindir də, doktor. Əsas beyindir, əlbəttə ki. Və inanın ki, siz ora gedən bir nəqliyyat üzərində fəaliyyət göstərsiniz. Bax, o cığır, o nəqliyyat, o yol, hər şey, görmə siniri, liflərindən tut, hər şey göz dibi. Yəni, biz informasiyanın %80-i bəlkə də onun üzərində göz vasitəsilə alırıq. Bunu da təmin edəcək oftalmoloq həkimdir. Beyin inkişafdan qalır ya sonra. Bəzi valideynlər o hala alışır. O görür uşağı o halda, gözü örgəşir. Elə bilir ki, normaldır, həqiqətən elədir. Çəp halına? Çəp halına. Bəzilər çox dərəcədə olanda yox, amma az dərəcədə olanda normaldır da uşağın gözündə nə var ki? Bizdə bir valideyn vardı, artıq yekə oğlandır. 15-16 yaşında. Gözlərin hərəsi bir yanda deyir, mənim uşağımda nə var ki? Normal gözü var da. Deyirəm, necə normaldır? Sizin gözünüz alışıb, amma oğlan kompleksli, insanların üzünə baxa bilmir. Yəni, hər şey qalsın bir qırağa, artıq 15 yaş, 16 yaş keçib, onlar qatarı buraxıblar. Heç olmasa kosmetik həqiqətən düzəltmək lazımdır. Çünki belə uşaqlar çox böyük əziyyət çəkirlər. Həm qadınlar, həm kişilər. Çünki baxanda birinci adamın üzünə baxırlar. Onlar ümumiyyətlə adamın üzünə baxa bilmir. Hətta mənim otağıma, mən həkiməm də, girəndə bax, belə girirlər, gözlər aşağıda, baş aşağıda, bəzilər saç ilə örtürlər ki, çəplik görsənməsin. Çox böyük həqiqətən problemdir. Əslində böyük problem deyil. Yəni, pasientlər özləri buna gətirib çıxardılar. Çünki vaxtında hər şeyin həlli yolu var. Uşaqlarda birləşmə qabiliyyəti, ancaq uşaqlarda birləşmə qabiliyyəti yarada bilər. Doktor, uşağın nə günahı var ki, səhlənkar valideyni olub? Bəli, elə də olub, bizdə uşaq gəlib, artıq böyük kişi və mənim yanımda, yəni həkimlərimizin valideyni danlayıb ki, sən məni vaxtında gətirmədin. Həqiqətən də elədir. Sən məni vaxtında gətirmədin. Haqları, hüquqları var, bir şey deyə bilmirik, amma eşitməmək üçün, həqiqətən, çünki onlar belə biraz valideynlərdən narazı olurlar, həqiqətən. Yəni, neçə dəfə bunun şahidi olmuşam. Ona görə belə şeylərə, belə hallara gətirib çıxartmayın, göz çox vacibdir. Yəni, burun, doda, həmişə deyirəm, yəni, hətta böyük uşaqlarda artıq keçib, birləşmə qabiliyyəti onsuz da olmayacaq, çox güman ki, çünki vaxtında uşağı gətirməmişsiniz. Amma heç olmasa kosmetik nöqteyə nəzərdən uşaqların gözlərini düzəltməlisiniz ki, heç olmasa sosial həyatda, işində, oğlan xanım ilə oturur, xanım oğlan ilə oturur, yəni münasibətlərdə bir problemlər yaranmasın. İnanırsınız, hətta periodik çəpliklər də olur da xanımlar gəlir, bax, danışıram üzbəüz kimlə də. Bir də hiss edirəm ki, gözüm sürüşdü. Bu çox utanıram, evdə valideynlər heç nə yoxdur, sənin gözündə yaxşısan, çünki artıq gözləri alışıb. Amma deyim, mən belə yaşaya bilmirəm. Və bir çox yerlərdə əslində deyirlər, sənin gözündə başqa həkimlər deyirlər, gözündə heç bir şey yoxdur. Dünən 8 nəfərə əməliyyat etmişəm, çəplik əməliyyatı. Bir çoxları deyib ki, başqa yerdə periodik çəplikdir. Dedilər, heç nə yoxdur sənin gözündə, çəpliyin çoxalsa gələrsən, əməliyyat edərək. Elə bir şey yoxdur.
20 yaşında, 30 yaşında nə var, o da artıq çoxalmayacaq, amma pasiyent bu problem ilə yaşaya bilmir. Yəni bunun həlli yolu var, yəni bizə müraciət edə bilərlər. Bir daha xatırladaq, miyopiya varsa, digər bəzi uşaqlarda individuallıq olduğuna görə digər göz xəstəliklərlə yanaşı da müşahidə oluna bilər. Neçəsini elə həkim sadaladı, astigmatizmdən tut, keratokonusa qədər. Yenə də vaxtında müalicə olunmalıdır. Profilaktik uşaqlarımızın gözlərini nəzarətdə saxlayın. Orqanizmi idarə edən beyindirsə, onun sağlam şəkildə orqanizmi idarə etməsinə bir təkan, ən böyük təkan elə gözdür. Çünki biz gözlə hər bir informasiyanı alırıq. Təşəkkür edirəm doktor gəldiyinizə görə. İşlərinizdə uğurlar arzu edirəm. Minnətdarım. Bir daha xatırladım. Studiyamızın həkim qonağı tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq Nərminə Hacıyeva idi. Müraciətlərinizi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə və Heart Medicine klinikasına edə bilərsiniz. Təşəkkür edirəm bir daha.